Eniş sırasıyla Quran axırıncı ayəsində, eniş sırasıyla hərfi tərcüməsini demirəm, müəllim daha yaxşı bilir. Deyir, İslam dinini sizin üçün bəyəndim və tamamladım. Bu mənim bir 5-10 ilimi apardı bu ayəni başa düşmək ki, çünki bütün tərcümələr, türk tərcümələri, Azərbaycan, rus tərcümələri hamısında bu cür idi. Ki Allah bizim üçün bu İslam dinini, baxın İslam dini deyəndə artıq coğrafi bir şey yaranır insan belində. Daha çox şərq, Avropaya getdikcə xristianlıq, ateizm, deizm və s. Sonra başladım özüm araşdırmağa ki, niyə Allah bunu bizim üçün bəyənib, coğrafi bir şeyi. O tərəf yuxarıdaşlara da xristian dinini bəyənib, o bir tərəfdə ki, budizmi bəyənib. Sonra baxdım ki, biz ümumiyyətlə tərcümədə düz getmirik. Bu mənim fikrimdir. İslam barış deməkdir. Din borc, yəni dolq, rus dilində isə borc deməkdir. Ondan sonra tərcümə elədim ki, deyir ki, barış içində yaşamağınızı sizə borc bildim və bunu bəyəndim. Allahın bütün yaranışdan, insanlıqdan istədiyi barış içində yaşamağımız imiş. Böyle bir şey istəmir. Sülh içində yaşayın, birbirinizi yeməyin. Barış, ruzunu verən mən, yaradan mən, yaşadan mən. Siz mənim verdiklərimi bir-birinizə qısqanırsınız. Biriniz neftə görə, o birisi ölkə cumhur, birisinə görə, qonşu qonşuya. Sonra İslamın şərtlərinə baxdım, namaz, oruc, həcc, zəkat. Baxdım, namaz Allahla barış içində olmaqdır. Oruc, insan öz-özlə barış içində olmaq. Həcc, insanlıqla barış içində olmaq. Zəkat, bütün yaranışla bu heyvan da ola bilər, quş da ola bilər, canlı yaranan hər şeylə barış içində olmaqdır. Bizim dinimizin adı ilə barışdır, sülh dinidir. Amma bunu öyrənmək üçün 9 yaşımdan düz 40 yaşıma kimi araşdırdım. Kaş ki bunu bir nəfər elə belə tərcümə eləyəydi. İslam dininin barış olduğunu, müsəlmançılığın Allaha təslim olduğunu, din sözünün borc olduğunu. Misal üçün qurban. Biz qurban bayramında milyonlarla qoyun kəsirik. Ehtiyac olsa da olmasa da onu özümüzə borc veririk. Misal üçün, mən ikisini ödədim. Həcdə belə biz olanda 12 milyon adam vardı. 12 milyon indi elə adam var 5 dənə kəstirir. 20-30 dənə qoyun kəsilir. Çoxu da xarab olur. Oranın iqliminə görə indi soyucuları gedən var, çatmayan var. Onu oradan yollamırlar, Somaliya yollamırlar. Sonra mən araşdırdım ki, qurban fəda etməkdir, qoyun kəsmək deyil. Özünüzdən bir şeylər qurban eləyin deyəndə qoç gəlməməlidir ağla. Gedib ki, məsələn, 2 kilo ət yox. Onun hansı ehtiyacını ödəməkdir. Biz ət kimi aparırıq, özümüzü xilas eləyək. Biz onu yox, qarşındakımızı yox, özümüzü xilas eləmək üçün o addımları atırıq. Qarşıdakı insan problemi var. Biz ona yardım eləmək adından özümüzü xilas eləmək istəyirik. Ona yardım eləmək istəmirik, onu xilas eləmək istəmirik. Çünki biz belə öyrənmişik.